Ha. Anar. Amir. Amildə görünmələr. Diş həkimi. Diş həkimi dentist. 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 Rahat. Rahat. Comfortable. Comfortable. Nətə yazılır? Camblat. Yox, deyəm. C-O-M-F-T-A-B-L-E. Comfortable. Hə, comfortable. Növbəsini gözləmək. Növbəsini deyəm. Wait. Deyəm. Wait. Once. Wait. Once. Torun. Turn. Turn nətə yazılır? Torun. Buna. Turun. Ben onun mənası neydi? Oturur onun. Növbə. Çevirmək də var. Çevirmək. Bişirmək. Nə olmaq? Bişirmək. Cook. Çok. Çox şey. Yuxulu. Yuxulu deyən deyəcəm mən. Yuxulu. Ha, sleep, S-L-E-P yazılır. Sleepy o. Ha, sleep. Sleepdir. Nəvələr. Nəvələr grand children. Ha, sağ ol. Qulaq. Qulaq air. Yəni air dediyin havadır. Air. Yo, air. Ha, düzdür. Air, bəli. Yeah, ona iya deyirlər. Sonra natiq. Nati speak. Kə. Speaker. Sən danışan da nətə yazdırdın? Dan speaker. Bu isimdə düzdür? Bəli. Sadə düzəltmə mürəkkəb. Mürəkkəb. Hansı ola Düzəltmə. bilərsən? Nəyə baxdın dedin ki? Nəyə fikirləşdin? El var daxilində. Evdə, bəli, or, art. Dedik ki, bunlar, bəli, peşə bildirən, insan bildirən sözlər əmələ gətirir. Teacher, Teacher, bəli. Sonra səyyah, yəni səyahət edən. Traveler. Sağ ol. Bu da yəni də nə deyir, düzəltmədir. Düzəltmədir. Bulut, Cloud. kult. Cold, Joe. Yox da. Bulut dedim mən, Bəli. cloud, düzdür. Cloud. Keçirilmiş materialın təkrarlanması, yəni yenidən baxış. Review. Aha, nətə yazılır? Review. A yoxdur. Review yazılır. Review, bəli, review. Bu nə demək ki, mən keçirilmiş materialın təkrarlanması. Yəni keçmisən dərs, onu review edirsənsə, yenidən baxış edirsən də, nəzərdən keçir, təkrar. O boyda söz bilən söz demək. İrəlidə. Harda müəllim? İrəlidə. Ahend yazılır. N yoxdur. Ahend. Təkrarla N Ahend. yoxdur. Aheat. Yandırmaq. Yandırmaq. Torun. Turn on. Bəli. Torun. Üzr istəmək. Bölün. Burada səs verə. Be sorry. Sorry. Nə deməkdir? Nətər deyəsən, mən üzr istəyirəm. Be sorry. Bax, indi oradakı be var, to be-dir də. Bəli. To be-də ki, ayla nə olurdu? To-nun üç forması var. Bəli, əmizar. İndi aya görə nəyə götürəcəksən? I am sorry. I am sorry, bəli. Nə deməkdir? I am sorry. I am sorry. Məni bağışla. Bağışlayın, üzr istəyirəm. Sonra danışmaq. Zəhrim speak. Speak. İcazə. İcazə. Mən deyəcəm. İcazə. Permission. Nə müəllim? Permission. Nətə yazılır? Söz demək olar. Deyən deyəcəm. Left də var, deyəsən. İcazə verməkdir. Permission. Permission yazılır. Permission, bəli. Ardıcıllıq. Ardıcıllıq. Order. Aha. Qorxmaq. Qorxmaq. Hə, qorxmaq. Yəni qorxmaq deyəcəm. Qorxmaq. Bir doğru deyil. Be afraid of. Be afraid of. Asıl. Qapının yanında. Qapının yanında yox. Baylo. Hə, by the door. Aha, gözləmək. Gözləmək. Aha. Mən deyəm. Wait. Hə, wait. White yazılır. White. Aha, wait for. Şeydir, bəs bunun axırına, wait-in axırına er yazdığında nə əmələ gəlir? White er, yəni waiter. Şey olur da, düzəltmə. Düzəltmə olur. Hansı söz əmələ gəlir? Nə tərcüməli? Söz olur. Yeni bir söz əmələ gəlir. Hansı söz əmələ gəlir? Düzəltməsi. Su. Gözləyin.
Olmadı, ofisiant. Ofisiant. Bəli, ofisiant oğlan. Qız ola bilər də, mən Qız olması üçün S-si artırılır. Waitress olur, waitress. Səhv. Səhv deyən deyəcəm. Nə arabındır? Səhv. Səhv. Mis. Ha, mistake. 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 Necə? En sonunda. Mistake. Mistake. Mükəmməl. 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 Necə fərəmsin ki? Bilmişdim buradan nəsə. Perfect. Perfect, perfect yazılır. Aha. Cadan. Yolum demək. Canım. L. Zəfli o müəllim. Ha, loudly, loudly yazılır. Loudlığı. Ayağa qalxmaq kesmiş zamanda. Ha, drove. Stood up. Nə müəllim? Sən dediyin şəkildir. Çəkmək, rəsmdir. Ha, o rəsmdir. Ha, bəli. Stood up. Stood up. Stood up. Stand up. Stand up indiki zamandadır. Kesmiş olur stood up. Stood up. Yaxşı, rəsm. Rəsim. Painting. Painting yazılır. Yaxşı. Boğaz ağrısı. Boğaz ağrısı. Zəif eləmirsən. Zəif. Sore throat. O mənim nə tür utanır? Sore throat. Mədə ağrısı. Mədə ağrısı. Yox, mədə ağrısı. Stomak ache. Zəifdir. Davam eləyək. Axırıncı dəfə olsun belə cavabım. Diş həkimi. Distance. Dəqiq olsun. Distance. Distant. Distance məsafə demək. Dentist. Dentist. Pişirmək. Cook. Cook da mı? Yazı kimdir? Zog. 2 dənə ol. Hə, zog deyirəm. Rahat. Mən nə deyirəm? Rahat. Comfortable. Comfortable. Düzdür. Növbəsini gözləmək. Once to. Turn nətə yazılır? Turun. Ha. O ne da apostrof. Bəli, van da bilirik də onu hər halda. Yuxulu. Sleepy. Nəvələr. Grandchildren. Grandchild. Qulaq. Kula ear yazılır. Yeah. Natiq. Speak. PH yazılır. Düzdür. Səyyah. Səyyah? Səyyah. Səyyah, hə, traveler. Travel air yazılır. Bulut. Cloud. Slow. Materialların təkrarlanması. Bax. Review da. J demiş ki, iyi olur. Review. Nə bilim. İrəlidə. Nə bilim, ahead. Ahead. Head başdır, head də irəli mənasındadır. Yəni başladı, hə. Yox, ayrı-ayrı sözlər də əslində, prosta da, yəni yadda saxlamaq üçün baş sözün qabağına a qoysan olur irəli. Yandırmaq. Turn on. Turn on. Üzr istəmək. Be sorry. Sorry. Necə desə onlar üzr istəyirlər. They are sorry. They are sorry də, hə. Onlar üzgündülər. Danışmaq. Speak. İcazə. İcazə. İcazə vermək. Permission. A sağ nətə yazılır? Permission. Permission. Ardıcıllıq. Ardıcıllıq. Order yazılır. Order. Düzdür. Qorxmaq. Qorxmaq. Be afraid of. Necə deyirsən, mən qorxuram. I am afraid. Mən itlərdən qorxuram. Onda olacaq. İtlərdən dogs. I am dogs. Niyə elə deyirsən? Mən deyirəm ki, mən itəm elə istəyəcəm. I am afraid of dogs. Düzdürmü? I am afraid of. Mən qorxuram. Mübtəda xəbər arda-arda deyilən. Ondan sonra dogs deyirsən. The dogs. Sonra qapının yanında. By the door. Düzdür. Gözləmək. Gözləmək. Wait for. Burada wait for. Burada by başqa nə mənası var? Yanında, məsafə. Yanında başqa nə mənası? Burada zaten Bir de ilə tərəfindən. Hə, tərəfindən yanında. Ay sağ ol. By car nədir? Maşınla. Düzdürmü? By the car nədir? Maşın da. Maşın ilə. İkisi də yox. Nə oldu ikisi də? Yanında burada. By'dan sonra əgər nəqliyyat vasitələri gəlirsə,
və artiklsız işlənsə Yəni, nəqliyyat vasitələri minmək. olur ilə. ilə Bəli. o bicycle Artikl gəlirsə yanında. yanında. By car maşınla, Bicycle by yanında. car maşının yanında. Okay, de görüm mənə. Səhv. Wrong da var, mistakes da. Mistake burada isim mənasındadır. Nə demək? İsimdir, isim. Sanki. Bəli, isimdir. Nə? Nə mənada səhv? Sənin 5 dənə səhvin var. 5 dənə nə var? Səhv var. Bir də var ki, ümumiyyətlə cavabın səhvdir. Burada sifət mənasında wrong olacaq. Və yaxud da false. Mükəmməl. Perfect. Düzdür. Yazışın mən deyərəm nə artıq. Perfect. Perfect. Ya da Perfect. Sonra ucadan. Loudly. Loudly. Düz, ayağa qalxmaq. Keçmiş zaman. Stand up. Stood up. Yazısını da deyim. Stood up. Rəsm. Painting. Painting deməli. Painting. Painting. Çəkmək. Drew. Yazdır. Brave. W bu. Mədə ağrısın. Stomach. Stomach ache. Tamam, taki. Sore throat. Onu da yazdır. Elə. Nə deməli? Sore. Sore throat. 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 Yəni bu axırdan əvvəldən 2 dənə söz var. Axırdan birində 2 dənə söz var. Axırdan 2 dənə sözlə, rahatla növbəsini gözləməklə rahat. Niyə soruşmuram ki? Deyirəm mənə diş həkimi, Çəkmək, dress, dentist, dentist. örtü kitabı. Yerə vərəq zad qoymamısan? Aha. Bulut, Cook. cook bişirməkdir. Bulut mənim. Yaxşı. Bulut, Bulut mənim. Yəni birdən başlayır deməli. cloud. Nə deyəcəm bir başlığın? Birdən başlayır. Bilməlisən də vaxtında. Qulaq, Qulaq mənim. Birdən başlayır deməli. iki hərflidir. Onsuz da bir başlığı yoxdur. Onu desə bir başa ortası olur. Yeah. Bəli. Şeydir, yenə öyrənməmiş gəlmişsən ha Məcid. Başlayır da mən. Başlayar deyəndə artıq 3-4 dənəsini sual verim, cəməli cavab vermirsən. Yaxşı, üzr istəmək. Üzr istəməm mən. Aşağı baxma. Gəl baxın görəsə var mı? Deyir mən üzr istəmək. Be sorry. Be sorry. Nətər deyəsən mən üzr istəyirəm. I am be sorry. Be-ni demə də, be-ni I am sorry. əm dedin də onun yerinə, be-ni yerinə to be-nin formalarına əmi istifadə elədin. Okay, səhv. Veya speak. Speak danışmaqdır. Sən deməli. Amma speak deyil də. Ne diyorsun? Səhvi soruşuram, cavab verəmir. Sen Mistake. mistake var. Mükəmməl. Ən asandan soruşayım. Bəli, ən asandan soruşuram, görüm necə cavab verəcək. Çəkmə soruşun hemen bilin. Perfect cavab ver ona. Az danışıram. Perfect, bilmədin. Bir ağlan bir dənə uzaqbaşı bir sorun demişsən. Yandırmaq. Yandırmam mənim. Turn on. O da bilmədin. Sonra irəlidə, irəli. Ahead. Yazışını bilirsən? At. Adı. Yaxşı. Deyirəm mənə. Gözləmək. River. Yanlış. River deməli. Yanlış. Gözləmək. Gözləmək mənim. Bəli. Wait. Wait for. Wait for that. Yaxşı. Necə yazılır bilirsən? Wait for them. Wait for yazılır. O wait-in axırında er yazanda bir ağları demişdim. Görün diqqətim dərsdə idi yoxsa yox. Wait-in sonra er artırdığında əmələ gəlirdi. Kim deyər? Düzəltmə. Söz. Afsiyan. Afsiyan düzəltmə olur. Şef. Bəli. Yaxşı, sakit orada. Rəsm. Mənim şeyim mən. Painting. Painting, bəli. Yazışını bilirsən? Painting. 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 Yaxşı. Ayağa qalxmaq. Ayağa qalxmaq. İkinci sözüməliyim fazla. Tapaz tapara burada. Yox, elə deyiləm. İkinci zat mən bilmirəm. Mən cavab verin. Ayağa qalxmaq keçmiş zamanda. Stood up. Stood up. Deyirəm mənə çəkmək keçmiş zamanda. Çəkmək.
Əlaqəsi yox. Növbən sən desin. Oradan söylüyoruz. Yok benim Var et da şey. durup. İkinci form diyor. Bəli. Yox, işte beləsi o bağla biraz o. Yaxşı, natiq. Natik ben sprey ettim. Ay bala, spray aktiv. Çox nə qədər səhv edirsən sən. Speaker. Tamam. Bizim öz dilimizdə də istifadə olunur da o speaker. Öz dilimizdə də speaker istifadə olunur bəzən. Yaxşı, nəvələr, Ne ben grand children. düzdür. Qulaq, Yok değil ama. bir də deyən. O nə deməkdir? Yok yok. Olanda olur da. Olsun. Amma nədir qulaq? İki hərfli sözdür də. İ-ə. İyi efendim. İ-ə. Yaxşı. Səyyah, Seyyah. Yani. Seyyah. traveler, Traveler. traveler. Ardıcıllıq, Ardıcılığı mı diyeyim? Al direği mi diyeyim? Ol direği. o da, O direği. o da. Qapının yanında. Onun yanında. Bayet. Baiz dor. Ben o doğru okudum. Boğaz ağrısı. O zarfı benim Seyretten benim Yox. Sağ surat. Ahar oxuyamıyorum, biri bilmem. Məni qulaq as, yazışı da bilmirsən. Ən pis odur ki, yazışı cəhənnəm oxunuşu deməkdir. Onsuz da sən gedib ingilis dilindən tərcüməsi işləməyəcəksən ki, heç olmazsa bir dənə sən uzaqbaş dinləmədə kömək olacaq bu. Eyb yoxdur, dinləmədə də qoyaq qırağa. Heç olmazsa mətn və sözləri yazmaq üçün Qrammatik. ən azından sən qrammatikanı yazmaq üçün sən bunların yazışlarını bilməlisən də. Bu sözü sən görəcəksən testdə, bilməyəcəksən ki, bu sözü yazışını bilmirsən, hardan biləcəksən? Dinləmə eybi yoxdur. Səhv deginən eybi yoxdur, o da qatlanıram. Amma tək yazışı bilginən də bala. Yazışını da bilmirsən axı, ən pis odur. Yaxşı. Yuxulu. Bəli. O da bilmirsən. Sadəcə bəlkə xatırlasın, içindən bir dənə hərfi düz deyə bilərsən. Bir dənə hərfi. Sleepy. Mədə ağrısı. Mədə sınav başlayır. Stomach ache. Okay, yaxşı. Yəni bax səndən razı deyiləm heç bir halda. Sən sözləri qrammatika oxusan heç olmasa dərd yarı. Qrammatika oxumursan axı. İndi görüm mən nəvələr. Grandchildren. Yuxulu. Sleepy. Yox. Pişirmək. Cook. Cook başqa tərcümə. Cook checks. Olmadı. Cook başqa tərcümə. Ay sağ ol. Amma burada tərsi nədir? Normal olaraq biz feilin axırına er, or artırdıq da. Biz əmələ gətirirdik isim. Amma burada er artırdıq, yəni peşə bildirən şeylərdə. Teach-dən teacher əmələ, speak-dən speaker əmələ, listen-dan listener, yəni dinləyici əmələ gəlirdisə, cook-da bişirməkdən er artırdıq soba əmələ gəlir. Soba. Amma er artırmadıqda 2 dənə tərcüməsi olur. Hə? Bəli. Sonra 20% etqə. Diş həkimi. Dentist. Rahat. Comfortable. Bəli. Növbəsini gözləmək. White once to. Turn. Düzdür. Boğaz ağrısı. Sore throat. Mədə ağrısı. Throat. Bəli, mədə ağrısı. Stomach ache. Çəkmək. Keçmişsən. Draw. Drondakı nədir? Drill. Draw. Keçmişdədir. Rəsm. Painting. Düzdür. Ayağa qalxmaq. Stood up. Stood up yazılır. Bəli. Ucadan. Loudly. Düzdür. Loudly yazılır. Mükəmməl. Mükemmel perfect. Perfect yazılır. Çıtı. Səhv. Mistake. Mistake. Gözləmək. Wait for. Wait for yazılır. Düzdür. Qapının yanında. By the door. Düzdür. Qorxmaq. Be afraid of. Be afraid of. Düzdür. Ardıcıllıq. Arzulı. Order. Düzdür. Order yaz. İcazə. Permission. Permission. Düzdür. Danışmaq. Speak. Speaker. Speak yazılır. Üzr istəmək. Be sorry. Düzdür. Yandırmaq. Turn.
Bu yandırma bilirsən nə yandırmaqdır? İşıq zadı belə yandırmaq. Sonra Birisi yandırmaq fire. nə müəllim? To fire da var. Fire yazılır. O on off beləncə televizor falan yandırıb söndürməkdir. O birisi yandırma fire var, burn var. Bu urun yazılır burn. Sonra irəlidə Əhid. təkrarlanma, baxmaq, yəni materialların təkrarlanması. Review. Bulut Cloud. Cloud. asandır. Səyyahdaşı Traveler. natiq bilərsən. Speaker. Düzdür, madis. Qulaq. Love yeah. Eğer yazılır. Ay sağ ol, düzdür, madis Mehmet. Deməli, diş həkimi. Dentist. Olduğu kimi yazdı. Rahat. Perfect. Rahat şey comfortable. Düzdür, madis. Növbəsini gözləmək. Yavaş. Wait. Wait. Vans. O ons deyil, vans. Turun. Vans da var. Van elə yazdı. Bir deməkdir. Kiminsə yəni. Pişirmək. Jog. Cook. Yuxulu. Speak. Sleepy. Nəvələr. Child. Grandchildren. Qulaq. Ear. Natiq. Speaker. Səyyah. Traveler. Bulut. Joel. Cloud. Cloud. Joel. Cloud da yazılır. Materialların təkrarlanması. Review. Bəli. J də yığılır. İrəlidə. Ahid. Ahyar. Yandırmaq. Turno. Üzr istəmək. Be sorry. Danışmaq. Speak. Yazışın bilərsən asan. Speak. Düzdür. İcazə. Permission. Bəli. Permission adı. Permission deyilir. Permission. Ardıcıllıq. Order. O da. Order. Qorxmaq. Qorxmaq. Deyirəm. Be Aha. afraid of. Düzdür. Necə deyirsən, uşaqlar itlərdən qorxurlar. Children. Qorxma. Afraid of. Və afraid of əmzarı qaldı, axı birisi qaldı. Children. Be afraid of. Birini nə deyirsən ki, birini to be-dir də. To be-ni uşağa görə dəyişməz. Aha. Children are afraid of. Z-dogs. Dogs. Sonra qapının yanında. Bayzedor. Gözləmək. Gözləmək. Wait of. Wait for. Wait for. White deyil. Nətə yazılır? White yazılır. Səhv. Mistake. Mükəmməl. Perfect. Perfect. Cıtı. Ucadan. Laucu. C yoxdur. D. Dılı. Loudly. Uca dedin, ayağa qalxmaq keçmiş zamanda. Stop off. Stand Up. after indişikdə. Stood up da keçmişlərdir, bəli. Rəsm. Rəsim. Şey. Pay. Deyəcəm. Şeydə də rast gəldik ona. Kompüterdə falan. Painting. Painting yazılır. Rəsm. Dref. Keçmişidir. Çəkmək elədi. Mədə ağrısı. Mədə ağrısı. Stomak. Söz şey dörsün. Stome o deyəmirəm. Ache. Stome ache. Yazışını bilirsən. Uzun biraz Yaxşı. Stomacığı ac yazılır. Boğaz ağrısı. O bildiğin düzüm hələ. Throat. Throat. Yanlış yadına. Sore. Aha. Tıhı. Aha. A. R. O. Rahat. Rahat yazılır. Yaxşı da görün mənə. Növbəsini gözləmək. Wait once. Düzdür. Wait'i bilirsən rahatdır. White yazılır. Rahat. Comfortable. Diş həkimi. Ay Allah, nə demirəm mən? Dentist. Dentist yazılır. Bəli, bişirmək. Hə, cook. C-O-O-K. Mən cook nə oldu həm də? Mətbəx. Aşbaz. Aşbaz. Eğer artırardıqsa nə əmələ gəlir? Şaba. Düzdür. Yuxulu. Sleepy. Y artırılır. Nəvələr. Grandchildren. Nəvə necə deyərsən?
Nəvə. Bax, sən cəmdə demədin grandchildren-da. Nəvələr olmadı. Pis o da. Children. Müəllim, bir söz deyim. Lunch qəlyan altıdır da. Bəs onda lunch necə biz aşpazı çevirək? Əmələ gəlmir ondan. Qulaq, E-R. natiq, Speaker. düzdür. Səyyah, Traveler. asan da bulut. Cloud. Nədir bilirsən? Slow. Düzdür. Materialların təkrarlanması. Review. Review. Bəli. Axırdakı bu nədir? W. İrəlidə. Allah her dedi. Aha. Headin qabağına ə qoyursan. Ahead. Ahead. A da yəni yazanda. Yandırmaq, Turn on. üzr istəmək. Be yok da yani sorry. Be Bəli. sorry. Aha. Yəni türklərin bir söz var, üzgünüm. I'm sorry deməkdir. Danışmaq, Speak. icazə, Permission. Permission. ardıcıllıq, Order. Order. qorxmaq, Be afraid of. afraid of yazılır. Qapının yanında, By the door. Door. maşının yanında. Bicycle. Maşınla dedik. Biker. Sonra gözləmək, Wait. Wait. səhv, Mistake. Mistake. mükəmməl, Perfect. Perfect. ucadan, Loudly. Loudly. ayağa qalxma keçmiş zamanda. Stood up. Bəli. Rəsm, Painting. Painting. çəkili keçmiş zamanda. Draw. Drev. Onu bitmişin bilirsən? English. Draven yazılır. Bitmişi də. Nə mədə ağrısı, Stomachache. boğaz ağrısı, Sorcerer. soret, roat. Roat. Bəli, malades. Okay. Diş həkimi, Dentist. növbəsini gözləmək, Wait. Wins. Also. Once. rahat, Tempo. Comfortable. komfortabıldır. Comfortable. Pişirmək, Good. Dog. yuxulu, Sleepy. sleepy, sleepy. Sleepy. Ne- Sleepy de ya. Axırda l yoxdur, sadəcə y var. Nəvələr, Grandchildren. qulaq, Yeah. natiq, Speak. er. Ha. Speak deyil, axı speaker deyil işidir. Speaker de ya. Ha. Səyyah, Traveler. bulut, Cold. Slow. cold deyil, cold soyuqdur. Cloud, yazılış. Düzdür. Materialların təkrarlanması. Review. İrəlidə. Ahead, yaxşı. Yandırmaq. Yandırma bir tronom. Turn on yazılır, düzdür. Üzr istəmək. Episode. Sonra necə yazılır? Sorry. İki dənə rədd. Yaxşı danışmaq. Danışmak speak. Bu dediyin icazə, İcazə patient. yazılış, Permission. yanlış. Permisyon, Permission. ardıcıllıq, O da. qorxmaq, Korkma. Be afraid of. qapının yanında, Bicycle. gözləmək, Wait. yazılış. Səhv, Mistake. mistake, mükəmməl, Perfect. yəni perfect. Ucadan, Loudly. loudly, ayağa qalxmaq, Ayağa qalxma stond o. Sırtı oldu. up, düzdür, up yazılır. Aha, rəsm, Resim. Painting. Painting. çəkmək ikinci forması, Throw. mədə ağrısı, Stomach. stomach ache, Stomachache. boğaz ağrısı. Nə yazılış nətərdir? Sore. Atı, rahat. Deyir mənə, irəlidə, ah, həyat yazılır. Kesilmiş materialın təkrarlanması. Bəli. Real və səhvdir. Reviev. Bulut. Cloud. Ha, cloud. K-dan sonra l gəlsə, c-dan sonra l gəlməlidir də. Səyyah. Düzdür. Natiq. Yazışında deyil.
Speaker. Yazılış hərf-hərfdir. Eker. Şərkim bir iki dəqiqə. Necə? Speaker. Yanlış deyirsən yazılışın. İ deyil. D. Nə o? E-aker. Speaker. Bəli, oxumaq, speak danışmaq sözünü hələ bilmirsən yazılışın. Qulaq, nəvələr. Hərf-hərfdir. Necə yəni? O dəqiqəndir. Nadı, cıhıldıran. Yaxşı, yuxulu. Pıy, pişirmək. Diş həkimi. Nətər deyilir? Yazılır. Elə olduğu kimi. Dentist. De görüm. Rahat. Tabli. Növbəsini gözləmək. Bəli. Kör necə yazılır? Bəli. Necə? O necə yazılır? Aha. Ton yazılmır da Fərid. Turunu. Bəli. Boğaz ağrısı. Boğaz ağrısı. O qarın ağrısıdır, mədə ağrısı. Sən de. Sore throat. Nətə yazılır? So ilə. S-o yazılır, yox. Yox da birinci iki dənə sözdən Hə, birincisini səhv dedim. sonra başlanır. So, sonra S-o, sonra. Hətta so. Ha. So-o deyil axı. S-o-r-e. Sore throat. Throat yazılır. Rəsm. Resim, painting, Bəli, nətə? writing, Çəkmək keçmiş zamanda. duru, draw. Draft indiki zamandadır. Duru deyil şey yaz, şey Deyil, hə? keçmişdi o. Aha. Bəs yazılışı necə olur? Duru, D-r, a, A-vı indikindədir, keçmişi lazımdır. E-vı, ev, drev yazılır. Ayağa qalxdı keçmiş zamanda. ayağa qalxdı, keçmiş zamanda. Stay, yox. Stand up. Bəli, stood up. Stand up indikində keçmiş. Studentdir. O nətər yazılır? Study. Study. Sıtı, ayı, Ayı. İki dənə O, D. Stod yazdı. Yazışlarına yenə baxmamışsan, ha? Ucadan. loading, Ucadan. loading, Bəli, necə yazılır? layout, Liadlı. Loudly. Bu iş uzun değildi. Mükəmməl. mükəmməl hörüz. Evet. Face, Bəli. Səhv. mistake, Düzdür. Gözləmək. wait for, Necə yazılır? Wait. Wait. For. Qapının yanında. Vizedor, Düzdür. Vay necə yazılır? Bu y. Doğru yəyik. Qorxmaq. necə? Qorxmaq. Be afraid of, Düzdür. İcazə. icazə, permission idi. Necə yazılır? Permission, permission, Misyon. Permisyon. Ardıcıllıq. order, order, Bunu yoxdur. Order. order, Order. Sonra. Danışmaq. speak, Necə yazılır? speech, Hərf-hərfdir. sıkı, hücrede, Aha. sıkı, iyice. Yanlış. Speak. Speak. Bir deyildi də Fərid. S-p. S-p. E-a-k. Bu danışmaq deməkdir. Axırına eri artırdıqda olur danışan, yəni natiq. Üzr istəmək. Üstüne bir soru. Düzdür. Yandırmaq. Turn on. Ha. Necə yazılır? Görün. Torun.
Yəni o deyirsən ona. Tur, nə tur? Sonra. Qrammatikada vermişdim. Mənim in o nə təkrara qayıtmışdı. Ha, preposition Bəli, gəlir. təkrarlı. Asan. Baxılıb üzünə. Bəli, mənim asandır. Səhvəmiz. Bu Bəli. deməli evə. 443. Buradan başlayaq. Oxunuşunu bilmədiniz. Burada var da. Qarışdıracağım. Deyin o. Bunlar nədir bəs? Ona baxmırsan. Mən səhvə konuşmadım, Da o da hələ o da axıra qədər. Amer, gör buradakı sözləri gör İngiliz. Buradan buraya kadar veriyorsunuz kurtardı. Hardan da? Da o səhvən alır. Aktiv. Az da amma. Aşağı verir də qalan sözləri aşağı. Hə. Deyir amin. Deyir mənə. Şəhərlərlə in on ümumiyyətlə nə deməkdir? Tərcümələrini de mənə. Dadə, dağ ki. Ha. İçində Hansı dadə. içindədir? Hansı İçində çöldə? dadə. Hansı? İndə in. Ha. İçində dadə. Sonra on. 10. Yanında. Yox, üstündə dadə. Ət. Sonra ətdə içində Yanında dadı. hə, yanında dadə. Bir təzdəndir. Bax mən içində Hansı? in. Sonra. İçində dadə. Ha. Sonra yanında 10. Yox, o 10 üstündədir. Hə, üstündə 10. On. Dadə. Yanında? da ət dadə. Bəs şəhərlərlə hansı işlənir? Ölkələrə 10. İn. Ölkələrlə, şəhərlərlə in işlənir. Mən bilirəm də Bəli, bu. bayramlarla ət işlənir. Hə, düzdür də, yəni düz. Holiday gəlməz. Aha. Yaxşı. Orada istisna da desin var. Deyil, Orada var, sonra. ətdə də onda da var idi bayramlar. Bəli. Ondan bayramı prosta özündən sonra gəlir holiday, day kimi sözlər Bəli. gələr. Day demişik, day olan yerdə nə işlənir? 10 işlənir, 10 düzdür? işlənir. Okay. Həftənin günləri ilə. 10. Aysa, çünki Monday var, onun içində day var deyə biz sonra zamanlarla keçmişdə, gələcəkdə ət işlənir. in the past, in the future, in the keçmişdə, bəli. gələcəkdə, bəli. Yaxşı, saatlarla Saatlar 10. Saatlarla ət işlənir. ət işlənir. Çünki bax biz ardıcıllığı belə demişdik də. In, on, at. In çox qeyri-müəyyən bir vaxtdadır. On biraz müəyyənləşdirir. Ət isə Müəyyən. tam müəyyən vaxtda. Saata qədər dəqiq göstərir. Yəni saatlarla nə işlənir? Ət işlənir. Okay. Yaxşı. Necə deyəsəm, 95-də demək üçün 1995-dən məsəl üçün hansını bu üçündən hansını götürəcəyəm? Dəqiq vaxt deyirsməli. İlli deyil. İli deyirəm. İli. İllərlə nə işlənirdi? İllə in işlənir. Bəli, hadis. Yaxşı. İni. Əsrlərindən bəs? İllər. Orada da in Bəli. işlənir. İl, əsr, ay, bunlar işlənir nə? İnlə. Ücə ayın tarixi göstərilirsə. Onda onunla işlənir. Bəli, onda onunla Keçən işlənir. həftə şey inləmişlərdi. Keçən həftə deyəndə biz lastdan istifadə edirik. Lastdan istifadə edəndə heç bir preposition istifadə olunmur. Sonra sən de görün mənə. Evdə. Evdə. Bəli. Evin içində olardı, in olardı. Mən. Görürsən səhv deyirsən. At home. Bəs mən ev O yanında. o house-dur. Mən burada ev Hədə yazdım. house olanda müəllim İnişdən. İndi mən nə siz hansı evi deyirsən? Home da var. Onda deyirsə içində Hədə at home. evin özünü deyirəm də onda məktəbdə. Məktəbdə onda şey olar da. At school. Bəli. Məktəb, ev, iş, aeroport, stansiya, ofis, bunlarda istifadə olunur. Çərçivənin axırıncı sözü nədir? Mən məşənlər deyəcəydim. Onun nəsə inlə nəti. O Əzbərçilikdə bunlar. Ümumiyyətlə preposition əzbərçilikdir. Onu da Məsələn, əzbər. onun plus dey nədir? Hə, holiday da, holiday. Deyə gələrsə. Yaxşı, de görün mənə həftənin günləri ilə nə işləndi? Həftənin günlərində şey, 10. Dey var axı içində. Yaxşı, stolun üstündə deyən necə deyirsən? Stolun üstündədirsə, onda şey olur da, ət. 10 da 10, üstündə. bəli. Ət On the yanında. table. On the table. Yaxşı. Necə deyərsən təkcə Novruzda? Novruzda şey onda gündür də. Yox, mən sadəcə Novruzda demişəm. Onda onunla deyəlim də. Ətlə onunla olanda deyilər işlənir. Mən Ətlə dedim. olanda onda. Mən Novruz günü zət deməmişəm axı. Ətlə Hədə işlənir. ət Novruz. Ət Novruz. Ət Novruz. İndi desəm ki, Novruz bayramında Novruz bayramında bayramlarla onunla 10 işlənəcək. Bəli. Novruzdan sonra yeni ildir, Christmasdır. Bunlardan sonra əgər holiday gəlirsə, bayram sözü həm 10 var. Bəli. Gəlmirsə ki, holiday ilə 10 eyni anda gəldi, eyni anda da Təkcə çıxdı. holiday elə deyil sözü ilə, yəni 10 işlənir. Bəli, məlumat. Yaxşı. Necə deyirsən bağda, bağçada?
In the car. Ay sağ ol. Burada indən istifadə edəcəyik. Sonra dünyada. In the world. Bəli. Sonra martın 15-də. Dəqiq vaxtı. Onda Hacı- günlə işlənəcək. Martın 15-də. Gün göstərmişəm, gün. Hə, gün Day sonra var. 10 10, Mart 15. Bəli. Mhm. Yaxşı, de görüm mənə. Necə deyərsən, çantada. Çantada mənim. Bəli. Bax, çanta nədir? Bəq deyil. Hə, bax, çanta nədir? Çanta. Bəqdir də, sadə bir sözdür. Bu ay ki yazılır, düzdür? İndi biz çantada deyəndə çantanın içini nəzərdə tuturuq. Bəli, incə bəq. Necə bə? Qutuda. Qutunu bilirsən? Box. Boks orada in orada demədim. Bəli, orada qutunun içində olur. Düzdür, bax, əslində indi ola bilər. 10 da başqa Üstündə də ola bilər. İndi qutuda deyəndə Yanında da ola bilər. İçində də. içində nəzərdə tutulur da, o mənada. Sonra necə deyərsən? Sentyabrda. Ondan olacaq mənim. Bax, sentyabrın mən günü göstərməmişəm axı. Ay. Aydır. Aylarla nə işlənir? In. Necə olacaq? In september. Məs desəm ki, sentyabrın 15-də. Ondan olacaq onda mənim. Bəli, çünki 15-ə görə ayın tarixini göstərdin deyə mən ondan istifadə edəcəyəm. Yaxşı. De görüm mənə. Bakıda. Bakıda Bakıda mənim 10 in. Niyə? Hə? İn, bəli. Çünki in Baku Bakının içinə nəzərdə tutur da. Yaxşı, de görüm mənə. Keçmişdə deyə bilərsən? Keçmişdə mənim. Aytın olacaq ondan deyil. Yox. Bax, keçmişdə qeyri-müəyyən vaxtdan danışıram da. Düzdür, mən nə bilim hansı vaxtdan danışıram. In 10 in də. İndən istifadə edir. İlk keçmişdir, gələcək. Bəli. Əgər keçmiş demişəmsə, filan il demişəmsə, ay demişəmsə, əsr demişəmsə, hamısı qeyri-müəyyən nəzərdə tutulur. İnlə istifadə edirsən. Amma artıq ayın günün göstərdinsə, 10 saatı göstərdinsə, ətdir, tam dəqiqləşdi. Həftənin günlərindən nə işlənir? Həftənin günlərində. Mhm. Həftənin günü şey demədim. In. Bax, həftənin günün içində 10 day vardı ya, Monday, Tuesday. O zaman ondan istifadə edəcək. Doğum günü bilirsən nə deməkdir? Doğum günü. Birthday, happy birthday oxumamısan. Birthday orada doğum günü deməkdir. O ilə nə işlənəcək? 10. Bəli, onda da 10 istifadə. Çünki içində nə var? Day demədim. Day var, bəli. Sonra EV yazılıb, EV, çətin biləsən. Nə deməkdir, bilirsən? Evi, gün. Evi, mənim gözüm. EV, Ərəfə. Bəli, onunla işlənir. Ərəfə deməkdir. Ələfə. Ərəfə. Yaxşı. Həftə sonudur nə deməkdir? Həftə sonu. Bəli, onda ətlə işlənəcək. Bilirsən həftə sonu nə deməkdir? Həftə sonu mən weekend. Weekend. Yaxşı. Yaxşı. Bəs özü proposition götürməyənlər hansılardır? This, last, Next. next. Danışmırıq. Evri. Bunlardan sonra nə gəlirsə gəlsin, heç bir propositiondan istifadə, bəli, qabağında heç bir şey. Yaxşı, necə deyərsən? Maşınla, ya demişdik. Buy car. Bəs necə deyərsən? Mənim maşınımla. Mənim maşınımda ay, yox, deyəmədim. Mənim nədir? Mənim də my, buy car-da. Yox, my. Buy car. I am buy. In my car. Bəli, in Baxın, my car. buy varsa ümumiyyətlə, buy sözündən sonra birbaşa nəqliyyatın özü gəlir. Yəni bu bunların arasına heç nə girə bilməz. Heç nə heç bir söz. Buy in the car. Öyle şey olanmaz. Amma desən ki, maşınımla demək ki, artıq bura may girirsə, may girəcəksə. Maşınımla. Bəli. May girəcəksə bunun qabağına kara görə nəyə qoyuruq? Demişdik ki, in 2 dənə nəqliyyat vasitəsinin qabağında işlənirdi. Hansıların? Taksi ilə kar. Ay sağ ol. Taksi ilə kar varsa bunların qabağında in istifadə edirik və bunun da arasına article girə bilər. Bax bunun da arasına article sözünü girməlidir zaten. Ha, məcburən girməlidir. In car deyə bilməzsən. Nə deməlisən? In a car, ya in the car və yaxud da in my car. Hə, yaxşı necə deyərsən? Onun taksisi ilə. Onun taksiyle in, yox, in, onun taksiyle in. Bax,
Birinci in gəlir də preposition sözündə sözün qabağında işlənməlidir. Birinci taksiyə görə bir də İnhikarda. onun Bay, his bay. Neyse onun ben. his Bay işlənmə. ya da baykar. Bəli, bay da. Onun var deyə bay gətirə bilmər bir şey. Onun bəli. Yaxşı. Necə deyirsən avtobusla 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 bas. baybas düzdürmü? Və yaxud da onun avtobusu ilə Onun avtobusu ilə deməlim onun his by olduğu kimi təkrarlamayı. Birinci in onu ətaqda, nəsə bir şey axtar qabaqda, ondan sonra hissi fikirləşir. deməlim dedi axı işləmir İn baz olacaq. Baykar dedin. Taksi ilə qarışdırır da in. Hə. İndi mənə qulaq as. Bəli. Bunlarla kar və taksi işimiz bitdi bunlarla. Bəli, Keçmişik basa. Basda nə istifadə olunurdu? Var. Olmalı. Gedik məni taksi. Nə olurdu? 10 10 olurdu. Hadi 10 olur. 10 olurdu. İndi mən araya onun sözünü qoymuşam. Bu da olacaq onun. 10 his bas. 10 his bas. Yaxşı. Necə deyərsən? Mənim təyyarəmlə, mənim təyyarəmdə. Mənim təyyarəmlə. Ha, təyyarə sözünü bildik. Play. Plane. Plane. De görüm indi. Planet. Aha. Mənim təyyarəmlə. Aha. Yəni də birinci nə gələcək? On my plane. Ay sağ ol. Və yaxud da təyyarədə necə deyərsən? Təyyarədə Təyyarə ilə. Təyyarə ilə by Plane. Bu his bir dənə də var da elə bir şey. to Onda yəni də. Ya on plane. ilə demişəmsə, 10 gətirməlisən və yaxud da bay gətirməlisən. Düzdür? Onu gətirəndə bunun arasına plane ilə onun arasına mütləq şəkildə bir şey qoymalısan. Ya article, ya da my, ya Tom, apostrof s-də, Tomun təyyarəsi ilə və s. On the train mi olur müəllim? Hə? On the train. Qatarda. Mən qatarda gəldim, qatarla gəldim. Yəni eyni məna verir. Fərid. Necə deyərsən atla? At. In by On horse. Bax, at nədir? horse. Horse, düzdür. İndi atın harası olursan? Üstündə in işlənir də. İn. Ay bala, zəhrimar in. Üstündə demişsiniz. Ondur. Üstündə. 10 üstündə. Ana, bəbək çalacam sən. Arış mən Görürsən. deyirsən arasında. Siz sual verirsin imlə onunla o deyir, deməli. İşinizdən cavab verməyə qoymuş. Üstündə olursan deyə, yaxşı, yaxşıdır özü. Üstündə olursan deyə ondan istifadə et. Gülməli nə var ki? Nə var gülməli? Cavaba gülürsən. 10. Ondan istifadə edir. Atla olur nə? On a horse. Bax indi in 10 varsa, inlə 10 varsa nəqliyyat vasitələrinin qabağında. Bura həmçinin heyvanlar da aiddir. İlə olur da. Bunlar inlə ondan işlənir də. Onda işlənə bilməsi bıyı. Hə? Yox, qardaş. Bay bütün nəqliyyat vasitələrinə işlənir. Hamıra baxsın. At da nəqliyyat. Bəli. By horse da deyə bilərsən. Car da deyə bilərsən. Plane da deyə bilərsən. Ya bilim, taksi da deyə bilərsən. Təyyarətdir. Yəni bu bay bunların hamısına aiddir. Bəli. Amma söhbət inlə ona gəlincə, inə iki dənə nəqliyyat Taksi ilə vasitəsi var. işlənir. Car və taksi. Düzdürmü? Mən bəs Onda isə yerdə qalan bütün nəqliyyat Ya vasitələri. bəli, bəs belə bir şey var idi. Hər üstündə olursan. Amələ. Ona da gətir. Belə bir şey var idi. Əgər hansısa nəqliyyat vasitəsində ayaq üstə gedə O bilmirsə, maşına taksidə. birində oturub gedir. Bəs mən respektim. Vesildə həm ayaq üstə getmək olar. Mənə qarşı şey eləmirəm. Yaxşı. Yaxşıdın özü. Deməli dedik ki, in iki dənə nəqliyyat vasitəsinə aiddir. Karla taksi. Onu isə yerdə qalan bütün nəqliyyat vasitələri. Amma nə olursa olsun inlə onun arasında nəsə Heç bir olmaz. artikel girməlidir. Elə bir yandan başlayırsan lan. Qırtılayanda belə Aynen olacaq. olur. Müəllim, baykarla. Bayla nəqliyyat vasitəsinin arasına heç nə girmir. İndi cavab verəndə görəcəm Allahın O dostunu deyir, bundan da müəllim. bilirsən. Belə olur da mənim. Ha, de görüm. Yox, burada deyəmək deyirsə, on bıyı bay horse'dur. On bay horse. Hemen bəs deməli ondan sonra. Bay niyə gətirsən təzədən? Bay deməz mən bay işlənir. Ay bala, mənə qulaq as. Ya bu olur, ya da bunlar olur. Düzdür? Orada olur on horse'dur. Ay sağ ol. On horse. İndi on horse demsənsə, bu ondan horsansa nəsə qoy.
Amma by horse deyirsənsə, Yəni mən də o heç nə deyirəm ki, qoyma. bayla karda olanda da heç nə girmir. Arasında mən də. Olar. Atla. Atla. O da ona heç nə On el horsunda. Ha. Ha. Yəni in on varsa, Prosta biri artikulla işləyir, biri artikulsuz. ha, bunlar özünə sonra nə gətirir? Artikel gətirir. Bu isə heç hissə nə gətirir. gətirmir də. Mən də belə o deyirəm də, mən Ha, barka. necə deyəsən, mənim atımla. Mənim atımla. Atın Ha. sütü olsan. Mənim may. Bu bax indi my var, düzdür? My horse da, hə? My horse da, düzdür? Mənim atım. Horse qabağında my var deyə. Bura nə qoya bilmərik? Bay koyarım. Çünki demişdik, niyə 10 qoya bilərik də? Çünki dedik axı Onda onunla. hə bay şey. Demişdik ki 10 olanda problem yox. Deməli- May işləmir. O heç nə Bəli, işləmir. onda onunla nəqliyyat vasitəsinin arasına artikuldan başqa nə istəsə o girə bilər. Ha. Artikeldan başqa artikel də girə bilər, hər şey girə bilər. Hə də, yəni artikul bir siz burada artikul yazmısınız. Mən də o deyirəm ki, yəni artikulla yanaşı may da girə bilər də. Hər şey. İstənilən söz, hə də hər şey. Baydan sonra isə heç nə gəlmir. Heç nə. Heç nə. Birbaşa bu. Hə də. Bilməm sual verin. Yaxşı, necə deyərsən, danışma. Velosipetimlə, mənim də velosipetimlə. Velosipetimlə. Aha. Aha. Velosipetimlə yox. Aha. Bax. Bax, bike varsa mənim velosipetimdə, mənim deyə bilməzsən ki, my bicycle deyə bilməzsən. Velosipetimlə. Nədir? Velosipetim nədir? 10 dəyişib bay. Velosipetim nədir? Velosipetim. Bicycle. Bicycle velosipetim deyil. I am bicycle. My Mənim verir. bicycle olur da. Yox, velosipetim. Yolla. Bəli, Bay bicycle. bəli. Bay bicycle. My. May. Bay. Velosipetim sözünü nə ixtisara gedib Fərid? Hansı əvəzli ixtisara gedib? Azərbaycan dilində. Kitabım Ay, Mənim. ay niyə ki, ay mən kitabım deyirsən, xəstə. öz. Mən niyə gedir ki? Mən kitabım Öz, deyirsən. Mənim öz. Mən kitabım verir, kitabım verir. Ay sağ. ol. Bax mənə qulaq as. Kitabım deyəndə bu kitabımın qabağında hansı əvəzli olmalıdır? Mən. Mən. İndi de görüm mən kitabım deyirsən, Yox, mənim bu kitabım. zəhrim var. Onda deməli mənim olmalıdır da. Mən nə deyim, dedim ay da. Mən Ay mənimdir. May. May bu. may vermişsiniz də ay müəllim. May olar da may deyirəm də. May bicycle. Eşitmirəm. Ben de may. May dedim çatdınız. Ay dedin sən. May dediğim öyle. May. Yaxşı yer indi var burada. May dedi. Abi bak. May. İndi baxın May da. bicycle. My bicycle dedin də. Bicycle-ın qabağında my var. Ücə orada mən, bəli. Orada ücə mən qabağına bay qoya bilmərəm. Bax. My var burada. My bike. Düzdür? Bura mən ücə nə qoya bilmərəm? Bay. Çünki Bay demiş qoya baydan sonra bu nə gəlməz. May gəlməz. Ona görə bu getdi. Onun yerinə nə qaldı? 10 qoyacağım. 10 qoyacam. Məsələn, çox. Orada artırmaq olmaz. Ha, yox. Burada ücə əvəzinə qoya bilməzsən. Ya bu olur, ya bu olur. İndi yaxşı de görün mənə. Qatarımla. Qatarımla. Əvvəlcə qatarla de. Qatarla. Bay. Bay. Qatar train. Söz bağlan. Qatarımla. Aha. Qatarın içində olursan da. Yox. Demişik ki, Ha, harda on olur, olur. harda olsa olsun. On my şey train. Söz bax. Qatarınla. Qatarımla sənin qatarınla. On you Your train. train. Okay. Nicat de görün mənə. Təhtilə çıxmaq. Və onları əzbərləmək lazımdır. Go out. Çölə getməkdir. Go on. Go. Təhtilə çıxma. Go on. Bax bunlar go-dur. Go-dan sonra nə gəlir? 10 gəlir. Ekskursiyadır, piknikdir, dəniz səyahətidir, biznesdir. Hamısına nə işlənir bunların qabağında? 10. Normal olaraq biz tətilə deyəndə A-dən istifadə edirik, to-dan. Amma bu go on ifadədir ki, birləşmədir ki, onda biz 10 veririk. Baxırıq. Məsəl üçün bax, deyirəm ki, burada Tubaku desəm, Bakı A-ə. Olabilir. Amma burada. Amma holiday desəm, Holiday. ən azından burada yadda saxlaya bilərsiniz də. Daha varsa 10 olur. Go on holiday olur. Bu nə olur? Ne? Fəndə hırtılırsan ha bala. Nədir? Nəyə gülürsən ki? Nədir də? Gülmənin hesabı da biz də gülək. Gülür. Dərs keçməyə burada. Anar sən çox Kim qudurmusan. o mən ora baxıram elini gəlib düşməyəm üstümə. Yaxşı, eyb yoxdur. Dədənə deyəcəm. Üstünə gəlib düşməyəm. Nicat, de görün mənə. Tomun təyyarəsində
Gəldik də bura. Tomun tərəsi ilə gəldik bura. Orada indi nədir düz ki müəllim? Ay müəllim yanı çıxaldı nədir düz ki? Mən yekunlaşdırdım, sən gülməyə vaxtın yox idi. Mən gülmüyordum, siz dərsin arasında söz Bax bura, holiday. Dedim ki, normal olaraq biz bayram Aə-dən istifadə etdiyimiz zaman to-da istifadə edirik. To Bakı nə idi? Bakı Aə. Bakıya, düzdür? Amma holidaydir, biznesdir, ekskursiyadır, piknikdir. Bu sözlər go-dan sonra gəlirsə, ora to yox, nə olur? On olur. Aydın. Təkcə qoyduq axı xamdan var idi. Onlar da toy. Bəs müəllim, ay müəllim, ondan sonra onunla holiday arasında nəsə bir söz qoymaq olar? Hə, tətilimə getmək. Hə, on bura mənim tətilimə getmək falan deyə bilərsən. Yəni Tətilimə. holiday sözünü ayrışdırmaq olur. Hə, olur. Nədir ki? Bayram tətil. Sonra Nicat. Özündən sonra tu gətirməyən fe'llər hansılardır? Next, onlar 4 dənə düşsə, Ha. every. Yox, o əvvəl prepozision. Özündən sonra tu gətirməyən fe'il deyirəm, fe'il. Getmək, gəlmək, tərk etmək. İndi baxsan üzünə. Nicat Hər ətrafında etməli. around-dur, arrive. Çat gəl, Gəlib çat. çatmaq. Təzə gəlir. Nicat hansılar oldu? Go, come, 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 love, leave, bir də arrive. Arrive. Say. go, come, love, sonra Arrive. Plan tərcümədən bilirsən? Bilmirsən. Go Go getməkdir. getmək, come. Kam gəlmək. Kam gəlmək. Kam gəlməkdir, xoşlamaqdır. Leave xoşlamaqdır. Tərk etmək. Tərs etmək. Dislike. Arrive-də gəlib çatmaq. Gəlib çatında. Necə deyirsən? Mən evə gedirəm. Mən my Hələ Ay, bu ya, adam mən sözüm bilmir ay kişi. Ay, 6 aydır, 7 aydır, 8-dən 1 ildir hazıra gəlir. Mən aydır, may deyir ona. Ay seçdim mən. Aydı, Ay. Bu səs söz. I come. Gedir. Come da. Ay mən dedim. Getmək nədir? Go. Ev nədir? Ev, house. House. Yox, home. Home. Baxın, home'un qabağında bu feillər işlənərsə, arasına nə girə Tu bilməz? girəmir. Tu girə bilməz. House. Onda olar. Nə oldu? Əgər dedik ki, deməli ay deməli go house olanda onun arasına tu girəmir. House. House da olanda tu girəmir. Home. House'un arasına girir, home'un arasına. 1-2. Ay go home-da mən evə gedirəm. I go home. Yaxşı, mən evə gəlirəm. Ya ay deməli come sonra home demək. Ulan qabağında dedik ki, Yəni tu işlə. tu işlənmir. Okay, Bilgəz. De görün mənə. Mən evi tərk edirəm. I leave home. Mən evə çatıram da, yəni ki. Arrive. Okay. I arrive. Söhbət bağlandı. Amma house desən, flat desən, onda istifadə edə bilərsən turdan. Yaxşı. Mənim maşınımla gəldim, maşınımda gəldik. Maşınım mənim, maşınımla. My car. Mənim maşınım. My car. Mənim maşınım. On. Düzdürmü? Hə də bəli. Bəs mənim maşınımla deyirəm axı. On my car. Onu niyə ki karla? In my car. Yaxşı. Deyə bilərik buy my car. Buy Buy my car. Yox, Deyir ki, buydan sonra əgər nəqliyyat vasitəsi gəlirsə, Buy karlar. heç nə yox. Ancaq birbaşa car. maşın, avtobus, təyyarə, qatar və s. özü artiklsız. Yaxşı. Necə desən maşınla My car. və ya Maşın. In by car. buy Yox da, in car. kahve salam. Bəli. In varsa özünün sonra e-dən zədə verə bilərsən. Bəli. Sonra necə deyirsən, gəmidə, Gəmi demək. gəmi ilə yəni, gəmi ilə də görüm, Şey. Başı. Ship. düzdürmü? By ship. Bu birinci variant, o birisi variantdır. In. Yox, on olur. On. Ship. Yox, ondan sonra ikisinin arasında On nəsə var. olur. E verdi, e-dən zədən nəsə vergilən. Ay sağ ol. Mənim gəmimlə. Mənim var sözü burada. On my Baydan başa salmaq. On olur da. On. My. Ship. Söz bağlandı. Tomun atı ilə. At neydi? Horse. Horse. Aha. Onun diye. Tomun atı ilə. Ay, on Tom yox. Tom
ın qaldı. Bəli, apostrof S 10 olur da qarşısında. Üstə görməndi. 10, Tom, apostrof S, demişdi source. Ay sağ ol. Nə bilim Mary'nin velosipedi ilə. 10, Mary, apostrof S, Ay sağ ol. bicycle. Mary'nin maşını ilə. Taksi ilə. Taksi bir dəqiqə in olur. Yox, Ay sağ ol. Niyə ki? in olur da Aha. taksidə maşında. In, Aha. Mary, apostrof S, nə demişdiniz Taksi. mənə? Taksi. Güzel. Taxi. Amma desəm ki, taksi ilə Bar taksi. və ya In, İn taksi. in taksi. yine taksi. Düzdür. Novruz təkcə Novruz varsa nə işlənir? Hamı qulaq assın, bura. Təkcə bəli. Bayramımız varsa bayram. 10. Həftə sonu ilə nə işlənir weekenddən? Həftə sonu. Ət. At the weekend. Okay. Hal-hazırda ət. At the present. Bir də açım. Bunların hansı zaman göstəricisidir? Burada hamilə dərs deyirik. Hamilə dərs deyirik burada. Hal-hazırda indiki də davam edici olur. Bəli, indiki davam edici zaman forması. Bəs yaxşı. Necə deyərsən, günəşli gündə Sunny deyil. qabağını 10 aysa. sunny deyil. Bəs yayda, Yayda in olur. yaylarla, fəsillərlə demişdik ki, in işlənir. Bəs yay günündə, 10 olur. Qarşısında bəli, deyil var deyə. Bilirsən ölkələrlə, şəhərlərlə, əsrlərlə, In, illərlə, aylarla, in. ayın 15-i ilə, O dəqiq vaxt onda 10 olur. bəli, tam dəqiqdir ki, saatlarla. Ət. Okay. Düzdür, malades. Deyir, özünə qabağına propoziş gətirməyə sözlər. Sonra waste. Sonra var idi. Ev, Evreyi bir də Zis. zis. Aha, bunlar deyir ki, bu həftə. bu həftə onunla işləyir. Ay bala, deyirəm elə propoziş işləmir. Hə, list Bu, bu həftə. This Week. This week söhbət bağlandı. Bu il, Bu il this ya hər il. hər ildə öcə şeydir. Hər ildə Ev. evri Yeah. Yeah. Sonra de görüm mənə, tətilə çıxmaq, tətilə getmək. bu mən onlardan verir. Gelməyim. Niyə? Əsas olar. Ekskursiya, piknik, dəmizgə, trip, journey, bunların qabağında 10 vardı. Bəli, 10 işlənir. işlənir. Məkandır da. Go-la, go-dan sonra bunlar gəlirsə nə işlənir? Özündən sonra tu gətirməyənlər. Evet, so var idi deməli. Leave, Home gələrsə ha. home gələrsən leave, evri, averi yazılır. Evrini çıx, abla evrin qabağında. Buraya A-la gəlir. Arrive. Arrive. Sonra hansı var idi? Getmək, gəlmək. Go, come. Ayşə. Yox, Yaxşı. Mənim maşınımla. mənim maşınım var. In my car. Düz. Maşınla Bak. və ya In a car. ay sağ ol. Avtobus, mənim avtobusumla. On, mənim, my, Bas. avtobusu bas. Avtobusla Bike, bas. və ya Yerdəki on, z var. Bas. ay sağ ol. Düz, maldes. Əsas ki çatdırsa. Keçək 250-yə. Keçək. Zəət son 6%. Döndür. O Aşağı. formatını çək. 3% də onsuz dayanır. Biraz sakit. Olmasa o Bəli, birisi. bəs ki, mövzusunu hazırladı, işləyək, orada işlədik əvvəl məktəbdə. 250. Onunla işləyək də Biraz mövzuları təkrarlayaq daha yaxşı olsun. Mətn kitabı alınmalıdır. Harda müəllim, daha 2 aydır O sistemi dəyişiblər də. O kitab üzə Ev ingiliscə kitab. bu işə psixoloji sarsıntı keçir. Ay, əsəb, lazımdır. Dəftərim. Mən alaram sərsin. Əsəbləri poz. Bəli. Mən yazmışam onu göstəreyim. Abın götür. Canı səbə göstərim. Ay, problem yox, sənin anla. Başqa kim yazdı? Mən də dəftərim yoxdur, inanırsın mənə. Sən yox. Mən onu yemək istəyirəm. Səhv yalan. Yazmışam. Dəqiq anla. Fərid. Fəridin kitabı evdə qalıb. Sözlər zəif cavab verdi. Mən sən çox bilirsiz. Anasını diyorsun, əli uzadım dedim. Yazışdan yaxşı cavab vermədi. Mən yazışlarım oldu, hamısını dedim. Bilirəm, nasıl siz cavab verir. Anı? Anı yazdı. Tutu da Ömer elə diyorsun ki, Çevir. Qaysa saxlayır. Sən gördüm. Mehmet Halal. O deyil mənim. Gördüm Halal. Haram vermizə, haram. Sən Halal. Sən Bir də Halal. 34-ü vermişdi sizə. Hə. İzah edin. Elə. Sınaq 34. 34'ü vermişdi. 34 Çox vermişdim, bəli, bəli. Hə, əvəzliyi soruşmalıyam.
Evet, bilməmsiniz. Evet, istisna Bilmem. testləri Əvəzin verir. İkiden 34'ü versin, Testi 33'ü vermişsiniz. verir. Testin Bilirəm də bala. əvəzin Personal pronoun hansılardır? Bir yərik hansılardır? Əvəzin testi verirsə. Bir dəqiqə deyəm, bir dəqiqə deyəm. Bəli, mən onları verim. Yərik əvəzdə yox, məmsənətə yazmısan, yaza bilmirsən? Dəqiq. Necə deyərsən, onun qadın cinsi. Yours. Hers, Ha, yours. yours, hə? Tapınaq, görsən bilmirsən. Onun deyirsiz, demişdi onu. Mən deməmişəm. Ha, onun deyirsiniz him. Fərid, bax. His. Yərik əvəzlərin say, Fərid. Allah şöyle. Deməli. Fərid, belə məsuliyyətli olmaz da, ha, say. Şey, mi, Burada kalp. Nə? Mi. obyekt. Abi, yərik də mənim, sənin, onu. Mənim my, Ha. your, Aha, yours sistemdədir də, yours sistem. görsən. Yordur. Ha, sı olanda ki artırırsan da axırına da. Your, sonra him. Görsən, him bilmirsən. İşte burada His, deməm his. şey. Get canım o yervə. Sən kimdə də yervi dəyiş. Zem. His, her. Sonra it is bitişik. Dedim. Sonra bizim Bizim o avə, abə. ha, Sonra z. yoğur. Yoğur. Yoğur da sizin Da z. zeyir, teyir yazılır. Allah yərişlərdir. Axırında es qoydu da onların sonra isim gəlmir. Bizə bizi. Ha, bizə bir. Mine gəlir. Zim var. Mini. Ha, onlar isimsiz hallardır. Ha, onlar kesməyək. 31-dən başlayır. 31-dən, 30-dan. İşte kaçın verdi? Müəllim səhifə 49. Bəli. Burada 9. burada bizə düzgün əvəzləyirsiz. Billah. Brown. Deyir he my Yo, yo, Maria. bir. Deyir he I am Maria. Zəhri Bunlar Maria. deyirlər ki, mən bir şey Haydi, nə olsun? Ha, hayır, bəli. Hi am Salam, mən. Məryəmə. Aha, Maria'yım sonra. Do you remember? Remember. Remember. Ha. Burada sual verir. Aha. Burada Bunun yerindən sual- deyəm. Deyəm. Bu sual verir. Do you remember? Nə ola bilər səncə? Ay ola bilməz. Aha, çünki Bəli. şəxs əvəzi. Şəxs əvəzidir. Ay ola bilməz. Kimin axlına gəlmir sonra. Mi də ola bilməz. Ha, yəni deyirsən mid ola bilməz sonra davam edə. Nə deyim mən? Davam edə də. Bunu bir 3-cü sinif şagird edir. 10-cu sinifdə gözü döyüb baxsın. Tamam. Şey, duyuru bilmirəm. Mən bura Yedməliyim cavab. Bir variantda qoyun. Ay, xəstə. Orası variantda adlıqda deyil. Bəli, Z adlıqda O, deyil. O, onlar, o da o, mən, şəxs hamısı əvəzidir. mi nədir? Mi nədir? Mi obyektdir. Tərcüməsi nədir? Mi dan bir yox. Mənim. Mənim. Mi mənim də şey. Bəli, mənim. Mənim də. May nədir? Nə mənim? May nədir may? May mənim. May da mənim. İki dənə mənim var. Mənimki. Mənə. Hə, mənə. Bunun tərcüməsi mənə Mənə mənədir. mənim. Burada xəbər var, Şəxs əvəzidir. remember var. Şəxs əvəzliyin obyekt hal Bəli. formasıdır. Əvvəl şey var, xəbər var. Xəbərdən sonra adlıq gəlir də, obyekt gəlir də. Obyekt. Və nə gözü döyüb Mi baxsın. gəlir. O birisi də. Servant paronu burada. 5 Hə. Fin. Tu. Burada birinci tərəf mənim. Dan. Bax, hə. Burada Tool bir proposition görsən burada. bəli tool var. Burada da proposition var. Bəli. Düzdür. Propositiondan sonra adlıq gəlir də, obyekt. Preposition adlıq gəlir. Bu testi bu zibil Adlıq. eləyəndə, imkan varsa o birisi zibil var, ona bax, oradan təkrarla. Adlıq gəlir. Sonra gəl burada elə. Adlıq gəlir. Obyekt gəlir yoxsa? Adlığın Obyekt yeri demək, əvvəldədir. Xəbərdən sonra obyekt gəlir. Onda Tool'dan da sonra onda birinci tərəf mid də. Hə. Birinci tərəf mid, ikinci Mi, tərəfdə mənə qulaq as indi. Mi bu da burada da var, burada da var. Ona görə bu çıxdı. G O. çıxdı, C də O çıxdı. deməkdir. Onlar deməkdir. Mən də. Hamısı adlıqdadır. Qaldı bu ikisi. İkinci tərəfdə də to var. İkinci tərəfdə də bizə obyekt lazımdır. Sən, Bu tərcüməsi nədir? səndir də. Səndir. Başqa tərcüməsi yoxdur. Sənin. Zəhrimar sənin. Görsən, sözlər bilinməsə Sənindir də, müəllim. yu sənindir. Yu sənin də, bu sənindir. Sən, you, sən. Abala bunun 6 dənə tərcüməsi var. Sənin, Sən, səninki, Sizi, sən, səni. sənə, səni. səninki. Bu üçü. Sonra siz, sizə, sizi. Oldu altdan tərcüməsi. Bəli. Bu həm adlıqdadır, həm də obyektdədir. Obyektdədir.
Hər ikisində. Xeyr. İndi ona görə hər iki obyekt tərəf burdadır. Bax, ikisindədir. Bəli. Belə. Üçə. Burada Xorocunda başlayır. Mübtəda ilə başlayır Bəli, cümlə. Deməli burada mübtəda olmalı. Mübtəda hansı halda olur? və xəbər mübtəda xəbər deyəndə adlıqdan sonra Hansı halda olur mübtəda? adlıq. Adlıq halında olur. Düzdür? Bəli. İndi A variant bizə burada. Aha. Y variantını görsən, Gedir, hör var. tərcüməsi ona Ona onu. onundur. Həm obyektə həm Bəli. gəlir getdi. İz Z-dən sonra gələ bilər. İz xeyr. Nə qədər Z-dən sonra? Z ar gəlir də Z ar. Sonra yerdə Bura. qaldı hi, şidən itdən sonra iz gəlir. Ona görə birinci tərəf ola bilər. Onda Keçsən ikinci tərəfə. ikinci tərəfdə hold. Burada in var. Onda burada olacaq. Nə olsun in var? Abala. Bura bax 2 saatdır mən Si. nöqtələrin əvvəlini göstərmirəm. Bəli, si. Nöqtənin əvvəlini göstərmirəm. Bəli, si. Si nədir? Si. Görmək. Görmək. Xəbərdir. Bəli. Xəbərdən sonra adlıq halda gəlir, obyekt halda gəlir. Adlıq. Obyekt. Obyekt gəlir də. Bəli. Xəbərin əvvəlində adlıq gəlir. Bəli. Sonrasında obyekt Obyekt. gəlir. Burada aktris, qızı. Orada da aktrisa qızdır, düzdür. Ha, bax Bəli, buradakı bax bu şey bizim Hör çox gələcək onda. ona görə bəli. Nədən istifadə hör? Qadın Bəs mən cinsi buradakı olan. hörü niyə çıxır? Ha, burada Burada gəlmək qabağında istəyirəm. Hə. izin qabağında şi olmalı idi. 4-də. Six. Bu snake sözünü bilməsən ev yıxıldı da. This snake. Şey, ay, ne, ilan. İlandır. İlan, Düzdür. bəli. Bax indi Burada əvvəlcə off. saat off var, Off düzdür?